Arıqlamaq üçün birinci növbədə gündə 1 saat gəzmə qaydalarına riayət etməlidir. Bu bir. Sonra deməli təzə zəncəfil alır, hər dəfədə bir 200-300 qram. Bax bunu sürtkəşdən keçirdir təzə zəncəfili. Qoyur elə suyunu yox, elə öz sürtkəşdən keçirdikdən sonra elə hamısını belə töküb bir dənə belə bir dənə qaba qoyur soyuducuya. Bu insan nə istifadə elədirsə ona zəncəfil qatmalıdır. Bax çay içirsə, getsin qaşığın ucunu gətirsin qatsın. Su içirsə, getsin ondan qatsın. Yemək yeyirsə, gətirsin ondan biraz qarışdırsın, eləsin. Niyə? Bu xəstələrdə kipiylənmə baş verir. Bu xəstələrdə metabolizma pozulur. Yəni bu xəstələrdə son tullantı maddəsində pi maddələri daha çox üstünlük təşkil edir. Bu insanların bağırsaqlarında əmilmə problemləri var. Bu əmilmə problemini də aradan qaldırmaq üçün də bu insanlar həftədə 2 dəfə su oruçları tutmalıdırlar. Məsələn, 1 gün, 2 gün ərzində siz ancaq su içirsiniz. Sizin əgər bu müddətdə təzyiqiniz düşürsə, suya bal qarışdırıb içə bilərsiniz. Yox, sizin təzyiqiniz qalxırsa, suya alma sirkəsi qarışdırıb içə bilərsiniz. Və həmin aclıq müddətində yalnız 5 ədəd xurma və yaxud da ərik qurusu və yaxud da əncir qurusu. Hərəsindən 5 dənə yox ha. Bunların üçündən biri hansını tapırsınızsa, məsələn 5 dənə xurma yeyə bilərsiniz.